Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Biz bugün sizinlə Türk dünyasının birliyi istiqamətində müzakirə aparacağıq və müzakirə aparıb müsahibə təqdim edəcəyik. Qeyd edeyim ki, bugünkü bizim müsahibəmiz Müasir İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi Türk dövlətləri gənclərinin həmrəyliyinə ideoloji dəstək gücləndirilməsi layihəsi çərçivəsində ilk müsahibəmizdir. Və biz Müasir İnkişaf İctimai Birliyi olaraq yaxın müddətdə bu layihə çərçivəsində daha bir neçə müsahibələr və tədbirlərimizi də sizə təqdim edəcəyik. Bizim bugünkü müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun elmi katibi, Tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyevdir. Salamlayıram Bəhmən müəllim. Xoş gördük. Xoş gördük. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Deməli, mən artıq müsahibəmizin girişində və layihənin də belə deyək, adını, istiqamətini səsləndirərkən də tamaşaçılara bir növ mesaj vermiş olduq ki, bizim bugünkü müzakirəmiz nədən ibarət olacaqdır? Türk dünyasının birliyi, Türk Dövlətləri Təşkilatı, bunların birliyi və artıq bu məsələləri gənclərə estafeti verməklə bağlı ideoloji, siyasi, önəmli fikirləri çatdırmaq, gənclik auditoriyasını formalaşdırmaq da önəmli bir məqamdır. Və mən tamaşaçılarımız üçün məlumat üçün də deyim ki, Bəhmən müəllim nəinki bir alim kimi, həm də bir pedaqoq kimi, bir müəllim kimi gənclərlə çox sıx şəkildə işləyir və uzun müddətdir ki, artıq elə həm də bu məsələləri çox geniş bir şəkildə bu auditoriyada təqdim və təbliğ edir. Bəhmən müəllim, mən istərdim qısa olaraq elə ilk sualı verib sizdən bir cavab alaq ki, hazırda Türk dövlətlərinin birliyi istiqamətində çalışmaları, Türk dünyasının hazırki durumunu siz necə qiymətləndirirsiniz? Deməli, hər bir nəhəng bir proseslərdən əvvəl dünyada baş verən proseslər, müxtəlif nəzəriyyələr ortaya çıxır. Əgər siz diqqət yetirmişsinizsə, onda 20-ci əsrin sonunda ortaya çıxmış mədəniyyətlərin toqquşması, mədəniyyətlərin mübarizəsi haqqında müxtəlif nəzəriyyələrdə Türk dünyası bir ayrıca bir faktor kimi göstərilmirdi. Heç zaman. Əgər bu Huntington, Fukuyama və s. çox saylı sadalamaq mümkündür. Və bu gün də bir çox politologların, bir çox şərhçilərin dönə-dönə müraciət etdiyi, istinad etdiyi həmin o nəzəriyyələrdən söhbət edirəm. Ancaq 21-ci əsrin ilk dönəmində dünyaya yeni bir qütb çıxırdı. Bu, Türk Dövlətləri Birliyidir. Və mən inanıram ki, gələcəkdə yeni nəzəriyyələr ortaya çıxanda Türk Dövlətləri Birliyi faktoru xüsusi qeyd olunacaqdır. Və Türk Dövlətləri faktoru artıq dünya siyasətini müəyyənləşdirən, dünyada qlobal prosesləri müəyyənləşdirən, ən azı təsir göstərən bir faktora çevrilməkdədir. Bu da bir gün işi deyil. Əslinə qalanda Azərbaycan Cumhuriyyəti öz müstəqilliyini itirdiyi gündən, Türkiyə müstəqillik itirdiyi gündən, Orta Asiya Türk Respublikaları öz müstəqilliyini itirdiyi gündən Türk Dövlətləri Birliyi, Türk dünyasının bir yerdə, bir arada olması prosesi yenidən başlayıb. Yəni, bu 21-ci əsrdə, 20-ci əsrin sonu, 21-ci əsrdə yeni bir mahiyyətdə ortaya çıxıbdır. Düzdür, biz eyni xalqlar, eyni dini mənsubiyyət, eyni adət-ənənələr olsa da biz yeni dünyanın yeni reallıqlarına uyğun özümüzün həyatımızı qurmağa məcburuq. Bəzən bu həyatın şərtlərini Türk dünyasının ölkələri özləri müəyyənləşdirir və yeni dünyanın reallıqlarına uyğun müəyyənləşdirir. Siz çox gözəl layihə həyata keçirirsiniz. Gənclərin Türk dünyası haqqında maariflənməsi və ideyaları, ideologiyanı gənclərə ötürülməsi ilə bağlı.
bir məsələni qeyd etmək istəyirəm. Azərbaycan keçmiş Çar Rusiyası dövründə, Sovet İttifaqı dövründə faktiki olaraq Orta Asiya respublikaları ilə Türkistan respublikaları deməyim də Orta Asiya xalqları ilə bir yerdə müxtəlif qurum bir yerdə olmağımıza baxmayaraq ciddi bir əlaqələr olmayıb. Düzdür, tarixi müəyyən dövrlərində epizodik xarakterli proseslər baş verib, köçürmələr, miqrasiyalar, oradan bura ziyalıların gəlməsi, buradan ora ziyalıların getməsi, sürgünlər və s. belə sadalamaq mümkündür. Məsələn, Azərbaycanlıların Özbəkistan tarixində mühüm rol oynamasından bağlı faktlar var. Azərbaycanlıların Qazaxıstana köçməsi, belə məsələlər, bunları nəzərə almasaq, ciddi bir əlaqələr mövcud olmayıb. Ciddi bir əlaqələr mövcud olmayıb. Bəlkə də son 100 ildə Türk respublikaları arasında, Türkiyə, Orta Asiya, Azərbaycan, bu cumhuriyyətlər arasında əlaqələr son 100 ildə ilk dəfə kifayət qədər yüksək səviyyəyə çatıbdır. Yəni, bu, mən demirəm, tam məsələlər, problemlər həll olunub, ancaq bu istiqamətdə getməkdədir. Yəni, yeni dünyanın yeni reallıqları, rəqəmsal dünya Türk dünyasında yeni tərəflərlə, yeni şərtlərlə üzləşdiribdir və rəqəmsal dünyanı biz gənclərin, rəqəmsal dünya deyəndə gəncləri başa düşürük və biz Türk dünyası da yeni bir dünyaya, mən simvolik şəkildə istifadə elədim. Doğru qeyd edirsiniz. Yeni bir dünyaya ayaq basmışıq, yeni bir dünyada yaşayırıq. Çox doğru qeyd elədiniz. Sanki məni növbəti sualda həm istiqamət verdiniz, həm qabaqladınız. Rəqəmsal dünya deyəndə internet, kompüter, sosial şəbəkə daha çox gənc nəsil aktivdir. Və dünya artıq gənc nəslə hesaplanan addımlar atır. Çünki onlar bu və dünyada hal-hazırda proseslər virtual aləmdə baş verir. Daha sonra real aləmə köçür sanki. Bəs Türk dünyası bu istiqamətdə nə işləri görə bilir? Bəhmən müəllim, siz müşahidə edə bilirsiniz? Əlbəttə. Qeyd etdiyim kimi, elə virtual dünyada biz Türk respublikaları arasında əlaqələrin kifayət qədər inkişaf etdiyini və bu əlaqələrdə gənclərin xüsusi rol oynadığını qeyd etmək istəyirəm. Sizin elə həyata keçirdiyiniz bu layihə gənclərin Türk dünyası arasında, Türk dünyası xalqları arasında əlaqələrin inkişafında böyük bir töhfədir və mən bilirəm, məsələn, Qazaxıstanda, Özbəkistanda, Türkiyədə müxtəlif layihələr çərçivəsində bu birliyin inkişaf etdirməsi üçün, ideoloji baxımdan inkişaf etdirməsi üçün, mənəvi baxımdan inkişaf etdirməsi üçün müxtəlif layihələr həyata keçirilir. Burada həm rəsmi tərəfini xüsusilə qeyd etməli istəyirəm, həm də vətəndaş təəssübkeşliyini, vətəndaş layihələrini qeyd etmək istəyirəm. Burada layihələr Türk dünyası arasındakı əlaqələri tamam bir siyasi əlaqələr kimi qiymətləndirmək düzgün deyil. Burada vətəndaşların əlaqələri, insanların yanaşması da xüsusi rol oynayır. Düzdür, burada siyasi iradə mühüm faktordur. Siyasi iradə əsas faktordur. Məsələn, biz o çətir altında aparırıq. Biz o çətir altında əlaqələrimizi daha da geniş inkişaf etdirmək imkanları qazanmışıq. YouTube vasitəsilə müxtəlif verilişlər gedir. Deyək, Azərbaycan haqqında, Özbəkistan haqqında, Türkmənistan haqqında, Qazaxıstan, Türkiyə haqqında, Kıbrıs haqqında, eləcə də Macaristan, yaxud da öz dövlətləri olmayan, yaxud da muxtar cumhuriyyətlər var, Türk respublikaları, onlar haqqında müxtəlif verilişləri bilirik, verilişlər haqqında məlumatımız var. Bəzən bu verilişlər haqqında, bu verilişlərə çox sadə baxılır, ancaq mən ona etnoqrafik, etnoloji baxımdan çox mühüm bir faktor sayırım. Məsələn, bir Azərbaycanlı gənci Qazaxıstanda yaşayan Qazax türkü haqqında məlumat əldə edirsə, eyni zamanda onu özbəyi və görür ki, bu oxşardır, dillər oxşardır, mədəniyyətlər oxşardır. Bu mənəvi əlaqələrin daha da gəlişdirir, daha da inkişaf etdirir. Prezidentimizin dediyi kimi biz bir ailəyik. Türk dünyası bir ailədir. Yəni bu ailənin o deyilən söz, uzaq görən söz, müdrik söz, bu ailənin nə qədər əsaslı olduğunu,
və gələcəkdə get-gedə daha çox birliyə çevirmə istiqamətində mühüm rol oynadığı ortaya çıxır. Bəhmən müəllim, maraqlı məqama toxunursunuz və çox təşəkkür edirəm bu fikirləri bölüşdüyünüz üçün. Mən sizi təqdim edərkən bir alim kimliyinizlə yanaşı bir pedaqoji fəaliyyətə məşğul olan kimliyinizin olduğunu da vurğuladım. Necə düşünürsünüz, elm təhsil üzərindən bu inteqrasiyanın gerçəkləşməsi daha samballı belə deyək də platformalardan biridir? Birincisi, siz bilirsiniz ki, Azərbaycanla Türkiyə arasında, eləcə də digər respublikalar arasında təkcə Türk Dövlətlər Birliyi çərçivəsində deyil, həm də iki tərəfli, çox tərəfli müqavilələr imzalanır. Bu müqavilələr həyata keçirilir. Məsələn, Türkiyə-Azərbaycan Universitetini qeyd etmək istəyirəm. Başqa, yəni sırf tədrislə, təhsillə bağlı qeyd etmək istəyirəm. Elmlə bağlı qeyd etmək istəyirəm. Azərbaycanla Özbəkistan arasında, Qazaxıstan arasında əlaqələr inkişaf etməkdədir. Məsələn, təkcə bizim institutda, Tarix və Etnologiya İnstitutunda keçmiş postsovet ölkələri ilə, xüsusən Qazaxıstan, Özbəkistan, Respublika, Qırğızstanla, yəni Türkiyə öz yerində, Türkiyə ilə o cümlədən və elmi əlaqələr qurulur, müqavilələr imzalanıb. Bu sahədə fəaliyyət göstərilir. Məsələn, Özbək alimləri bizim elmi şuralarda çıxışlar edirlər, aponent kimi çıxış edirlər. Türk alimləri bizim elmi şuralarda bizim alimlərimizin tədqiqatlarına münasibət bildirirlər, aponent kimi çıxış edirlər. Bu birbaşa da olur, onlayn şəkildə də olur. Yəni düz konferanslar öz yerində, elmi konferanslar öz yerində. Elmi konferanslar bir qədər daha çox hazırlanma tələb edən bir prosesdir. Ancaq bizdə var ki, konkret müəyyən bir Azərbaycanlı bir alim tədqiqat aparıb, Özbək alim ona münasibət bildirir. Çox gözəl bir. Eyni zamanda da Özbək alim bir tədqiqat aparır, Azərbaycanlı alim ona tədqiqatına rəy verir, münasibət bildirir. Öz fikirlərini bildirir, təkliflərini bildirir. Yəni bəzən bu geniş ictimaiyyətə məlum olmur, ancaq konkret bu şəkildə fəaliyyət göstərilir, əlaqələr qurulur, inkişaf gedir. Mən də məlumatsız idim. Çox sağ olun ki, görüşürsünüz. Və müxtəlif dediyim kimi Özbəkistan Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun rəhbəri bizim instituta gəlib. Dediyim kimi müqavilələr imzalanıbdır. Bu sahədə əlaqələrimiz get-gedə inkişaf edir. Yeni bir müstəvilər əldə olunur, yeni səviyyəyə qalxır. Təşəkkür edirəm Bəhmən müəllim. Gələcəkdə belə deyək, bu elm təhsil istiqamətində əməkdaşların ümumi Türk dünyası miqyasında genişlənməsini necə qiymətləndirirsiniz? Nə kimi təkliflərlə çıxış etmək istərdiniz? Təhsil həmişə gəncdir. Elm də düzdür, elm də gəncdir. Elm heç zaman qocalmır, elm də həmişə gəncdir. Və bu ölkələr arasında elm və təhsil müstəvisində əlaqələrin qurulması ən sabit bir hissədir, ən sabit bir qoldur. Universitetlər arasında əlaqələrin qurulması, qeyd etdiyim kimi konferanslar səviyyəsində, tədqiqatlar səviyyəsində, doktorantura səviyyəsində bunların əlaqələr qurulur. Yaxud başqa ölkələrdən gəlib burada, başqa ölkələrdən də Orta Asiya ölkələrindən, Türkiyədən bura tələbələrin gəlməsi, buradan oraya gedib təhsil alması xüsusi qiymətləndirilməlidir və bu sahədə bizim dövlətimiz kifayət qədər hüquqi əsaslar yaradıb. Bunu heç zaman unutmaq olmaz. Türk Dövlətləri Birliyi çərçivəsində eyni zamanda çox tərəfli bir şəkildə, iki tərəfli şəkildə gənclərin təhsil alması, inkişaf etdirilməsi baxımından ciddi addımlar atılır. Bunların bir sadalayıb qurtarmaq mümkün deyil. Çox doğru qeyd edirsiniz. Və indi belə fikirlər var ki, Türk dövlətləri siyasi birlik yüksək səviyyədə, yəni proseslər həyata keçirib, siz də çox doğru olaraq qeyd elədiniz. Və bu dövlət başçılarının yaratdığı bu şəraitdən istifadə edib, digər istiqamətlər üzrə də çalışmalar həyata keçirilir. Və indi təkliflər var ki, hərbi birliyin formalaşdırılması, Türk Dövlətləri Təşkilatının çevik bir hərbi qüvvələrinin və ya polis qüvvələrinin formalaşdırılması
Siz necə yanaşırsınız Bəhmən müəllim? Yəni biz mülki şəxs olsaq da hər halda amma Türk dünyasına aidiyyəti olan məsələ olduğuna görə düşünürəm ki, Biz Türk dövlətlər bu Avropa Birliyinin yaranması çox maraqlıdır ki, Avropa Birliyinin ideya əsasları 2-ci Dünya müharibəsi illərində qurulmuşdu. Deməli, Roma Katolik kilsəsinin ideyaları 1942-ci ildə qurulmuş Avropa Birliyinin qurulması və birinci dəfə Qərbi Avropa ölkələrinin ora qoşulması məsələsi var idi. İndi 29 ölkə var Avropa Birliyi. Düz orada da təlatümlü proseslər gedir. Ancaq bütün onlarda Avropa Birliyi dünyanın baxıb örnək götürəcəyi bir məkan. Bir güc mərkəzi. Məkan. Bizim coğrafi baxımdan mən fikirləşirəm ki, Türk Dövlətləri Birliyinin Avropa Birliyi səviyyəsində örnək baxımından demək istəyirəm. Mən onların siyasi, iqtisadi, sosial, hərbi və s. baxımdan Avropa Birliyi səviyyəsində inkişaf etməsi, gəlişməsi, bütün bu əlaqələrin artması mümkündür. Niyə də olmasın? Mümkündür bu şey. Ya o cümlədən də cəmiyyətin bütün sahələrində, istər siyasi, iqtisadi, sosial, o cümlədən də hərbi sahədə inkişafını gözləmək mümkündür və Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı, Türkiyə-Qazaxıstan hərbi əməkdaşlığı, Özbəkistan hərbi əməkdaşlığı, Azərbaycan-Qazaxıstan, Özbəkistan hərbi əməkdaşlığı. Bunlar hamıya məlum olan bir məsələlərdir. Bu inkişaf gedir, əlaqələr artır, müxtəlif, yəni bu o qarşılıqlı maraqlardan doğan addımlar ilə atılır. Azərbaycanın bu prosesdə Prezident İlham Əliyevin bir lider mövqeyini biz hər zaman müşahidə edirik. Çox ciddi təşəbbüslərlə çıxış edir və hərdən açığın deyim ki, şişirtmək kimi olmasın. Mənə elə gəlir ki, Azərbaycan bu prosesdə iştirak etməsə, bəlkə də bu proseslər bu sürətlə bu mərhələyə gəlib çata bilməzdi. Siz necə fikirləşirsiniz Bəhmən? Bəli, biz deməli mən incə çıxışımda qeyd etdim, siyasi iradə Türk Dövlətləri Birliyinin formalaşmasında siyasi iradə mühüm faktordur. Mühüm faktordur. Və bu iradədə Azərbaycan Prezidentinin siyasi iradəsi Türk Dövlətləri Birliyinin inkişafında xüsusi yeri vardır. Və bu siyasi iradə Türk Dövlətləri Birliyinin formalaşmasına, istiqamətləndirməsinə mühüm. Mən Prezidentimizin hər Türk Dövlətləri Birliyinin zirvə toplantısında çıxışlarına oxuduqca orada 50 il, 100 il sonraki proseslərin istiqamətlər göstərir. Özü çox cəsarətli. Cəsarətli və məqsədyönlü istiqamətlər göstərir. Bunu unutmaq, buna xüsusi diqqətlə nəzər yetirmək lazımdır. O bizim inkişaf istiqamətlərimizdir. Hansı formada inkişaf edir? Qlobal məkanda Türk dünyası, regional məkanda Türk dünyası, siyasi məkanda Türk dünyası, iqtisadi, hərbi, sosial, təhsil, mədəniyyət və s. səviyyələrdə Türk dünyası ölkələr arasında əlaqələrin artması. Bu məqsəd, biz indi çox güclü bir dünyadan danışırıq. Türk Dövlətləri Birliyi bu çox güclü dünyanın bir qütbünə çevrilməkdədir və mən fikirləşirəm ki, Azərbaycanlılar, gənclərimiz, eləcə də başqa ölkələrin gəncləri, uzaq görən insanlarımız bunu arzulayır. Bunu istiqamətdə Prezidentimizin gördüyü işləri, digər ölkə başçılarının gördükləri işləri təqdir edir, dəstəkləyir. Təşəkkür edirəm Bəhmən müəllim. Ümumən belə bir fikir olaraq Türk Dövlətləri təşkilatının təmsilçiliyində və yaxud da Türk dövlət başçılarının himayəsində bir ümumi Türk gənclər hərəkatının formalaşması perspektivinə necə yanaşırsınız? Mümkün. Əslində qalanda, Türk Dövlətləri Birliyi özü gəncdir. Doğru. Düzdür. Gənc və perspektivli bir gücdür. Və bu gənc və perspektivli gücün formalaşdıran insanlar da gənclər olmalıdır. Gənclər olmalıdır. Və gənclərin xüsusi rolu olmalıdır. Gənclər bizim prezidentimizin, Türk Respublikalarının rəhbərlərinin qoyduğu istiqaməti nəzərə almalıdırlar.
və perspektiv inkişafı nəzərə almalıdırlar. Özlərinin karyera qurmasında, müəyyən bir sənətə, peşəyə yiyələnməsində, öz inkişaflarında bu məsələlərə xüsusi diqqət yetirməlidirlər. Mən bəzən tələbələrə deyirəm, məsələn, ingilis dili öyrənmək üçün, rus dili öyrənmək üçün sizin vaxtınız gedir. Düz deyil mi? Müəyyən pul xərcləyirsiniz. Ancaq türk dilini öyrənmək üçün, bəzən özbək dilini, qazaq dilini öyrənmək üçün elə çox vəsait xərcləməyə ehtiyac yoxdur. Biraz diqqətli olmaq və arzu surətdə ona məşğul olmaq lazımdır ki, siz türk dünyasının başqa xalqlarının dillərini çox rahatlıqla öyrənə bilərsiniz. Yəni, dilin əsasında duran faktor iqtisadiyyatdır. Yəni, bugün biz ingilis dilinin internet məkanının 90-92%-ni əhatə etməsini ingilislərin imperiya qurmasından əlaqələ, bəzən onunla əlaqələndirir. Düz o faktoru nəzərə almamaq mümkün deyil. Mühüm rol oynayır. Ancaq dilin inkişafında, dilin genişlənməsində, coğrafiyasının genişlənməsində əsas faktor iqtisadiyyatdır. Doğru. Və Türk Arxasında dünyası iqtisadi güc olması. Bəli, iqtisadi güc olması. Türk dünyası, Türk Dövlətlər Birliyinin inkişaf edən iqtisadiyyatdır, sürətlə inkişaf edən iqtisadiyyatdır, böyük potensialı olan iqtisadiyyatları var və bu iqtisadiyyatlar gündən-günə artmaqdadır. Burada maraqlı bir rəqəm, deməli, Türkiyədə bugün ümumi daxili məhsul deməli nominal 761 milyard dollar, Qazaxıstanda 181 milyard dollar, Özbəkistanda 57 milyard dollar, Azərbaycanda 48 milyard dollar, Türkmənistanda 48 milyard dollar, Qırğızstanda 8,5 milyard dollardır. Bu kifayət qədər böyük həcmdir. Və dünya iqtisadiyyatında xüsusi yerdə durur. Yəni, bugün deməli, statistikaya görə Çin və Avropa ölkələri arasında ticarət dövrəsi günlük 1 milyard dollardır. Günlük. Və Türk dünyası ölkələri bu yolun üstündədir. Yəni, biz günlük o dövriyyədən öz payımızı götürə bilərik. Ancaq o payı necə götürmək lazımdır? Müasir dünyanın tələblərinə uyğun gəncliyin formalaşması ilə. O gənclik o iqtisadiyyatı formalaşdırır. Müəyyən belə deyək, qanunların qəbul olunmasında, nələrinsə mənimsənilməsində gənclərin xüsusi rolu var. Və biz öz dediyim kimi bu iqtisadiyyatın Türk Dövlətlər Birliyinin maraqlarına xidmət etməsi üçün gənclərin dünya gələcəyə daha açıq gözlə baxmasına ehtiyac var. Həm də bir-birini anlaması üçün siz artıq toxundunuz bu dil məsələsinə. Ümumtürk ədəbi dili, ümumtürk əlifbası kimi məsələlər də aktualdır. Hətta bildiyim qədərlə Türk Dövlətləri Təşkilatı nəsə qərar da vermişdi bu istiqamətdə və yaxud da ki, vermək ərəfəsində. Əslində qalanda biz ümumtürk ədəbiyyatının, ümumtürk dilindən danışır. Latin qrafik əlifbaya keçmək ümumtürk əlifbasının, ortaq türk dilinin qəbul olunması üçün böyük bir addımdır. Bəzən biz fikirləşirik ki, hansı dil əsas olsun. Məncə o müzakirələrdə elə xüsusi bir ehtiyac yoxdur. Qarşılıqlı olaraq zaman keçdikcə bir-birini zənginləşdirməklə bir ortaq dil formalaşdıra bilir. Amma çox çəkmirmi zaman Bəhmən müəllim? Baxın, 30 ilə yaxın müddət keçir, amma biz hələ də bəzən anlaşmaq üçün rus və ingilis dillərindən istifadə edirik. Rus və ingilis dillərindən istifadə etmək də heç də bizim maraqlarımıza zidd bir məsələ deyil. Rus dilindən danışa bilirlər, rus dilində danışsınlar, əlaqələrimiz genişlənsin. İngilis dilində danışa bilirlərsə, ingilis dilində danışıb əlaqələrimiz genişlənsin. İndi Türkiyə Cumhuriyyəti türkcəsi daha genişlənmiş, Avropa Birliyində qəbul olunmuş bir dildir. Yəni, bu dil vasitəsilə daha çox əlaqələr qurulur. Yəni, bu dil sahəsində də əlaqələr inkişaf etməkdədir. Bizim təhsil proqramlarımız dəyişir. Tariximizdə ümumtürk tarixi, ortaq türk tarixinin yazılması, ortaq türk dilinin yaranması, ortaq türk coğrafiyasına bağlı dərsliklərin yazılması, dilçiliklə bağlı tədqiqatlar aparılır. O birdən-birə olan deyil, vaxt lazımdır. 30 il heç də böyük vaxt deyil. Yəni bizim
o şanlı qələbə bizim Vətən müharibəsindəki şanlı qələbəmiz Türk Dövlətləri Birliyinin, Türk dövlətləri arasında əlaqələrin genişlənməsi, inkişafı üçün ən böyük bir addım oldu. Yəni onun müsbət tərəfləri, onun strateji bir iş olduğunu sözlə ifadə etmək mümkün deyil. Yəni Vətən müharibəsində tarixə qızıl hərflərlə yazılmış Vətən müharibəsində qalibiyyət, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış bu zəfər Azərbaycanın bir çox sahələrində, o cümlədən Türk Dövlətləri Birliyinin əlaqələrin inkişafında mühüm önəm daşıyır. Bəhmən müəllim, bəs təbii ki, bu qədər çalışmalar həm də ziyanlı, belə deyək də, məqamlar da ortaya çıxara bilər. Bizə qarşı birləşirlər, bizi belə deyək, birliyimizi pozmaq istəyirlər və s. Və bunlara qarşı duruş gətirə biləcəkmi Türk dünyası? Bizə qarşı nə vaxt birləşməyibdilər ki, elə həmişə birləşibdilər də, həmişə müəyyən zəif nöqtələr tapmağa çalışıbdılar. İndi düşmən, yaxud özünü rəqib sayan ölkələr bizə qarşı hər hansı bir məsələdən istifadə edirsə, əlimizi, qolumuzu yanımıza salıb durası deyil ki. Doğrudur. Və son olaraq, Bəhmən müəllim, mən sizin də elə mənə də aidiyyəti olan bir məsələdir. Gəncliyin dövrlərində bu Türk dünyasının birliyi məsələlərində durumlar çətin idi. Yəni, ona baxmayaraq mən müşahidə edirdim ki, siz heç zaman bu mücadeləni aparmaqdan yorulmadınız, bu istiqamətdə çalışmalar həyata keçirdiniz. İndi imkanlar daha genişdir, yəni siyasi mənada və digər gənclərimiz üçün əlaqə qurmaq imkanları daha da genişlənibdir. O zamanlar bu məsələlər yox idi, internetdə yeni imkanlar yaranırdı və s. Nə tövsiyə edərdiniz yekun olaraq bizim Azərbaycan gəncliyinə, Türkiyə gəncliyinə, Özbəkistan gənclərinə, Türk dünyası gəncliyinə? Bu söhbətimizin əvvəlində qeyd etdim, rəqəmsal dünyada yaşayırıq. Rəqəmsal dünyanın imkanlarından istifadə edib Türk dövlətləri arasında, Türk cəmiyyətləri, sosiumlar arasında əlaqələrin inkişaf etdirməsinə ehtiyac vardır. Əgər siz belə deyək, hər hansı bir biznes qurmaq istəyirsinizsə, iş qurmaq istəyirsinizsə, bu müstəvidən də yanaşın. Təhsilinizi inkişaf etdirmək istəyirsinizsə, elminizi inkişaf etdirmək istəyirsinizsə, bu müstəvidə baxmaq lazımdır. Yəni, bugün Türk Dövlətləri Birliyi, Türk ölkələr arasında təhsil sahəsində, elm sahəsində, iş tapmaq sahəsində çox geniş imkanlar yaranır. Mən demirəm, asandır, deyil. Birdən-birə məsələləri həllini qurtarmaq da mümkün deyil. Ancaq çox böyük perspektiv yaranır və bu məsələləri asanlaşdırmaq gənclərin öz əlindədir. Və gənclərin gələcəyə baxışı bizim gələcək inkişafımızı müəyyənləşdirəcək. Təşəkkür edirəm Bəhmən müəllim. Çox sağ olun ki, bizim dəvətimizi qəbul elədiniz, gəldiniz və fikirlərinizi bizlə bölüşdünüz. Minnətdarıq. Bax belə, hörmətli tamaşaçılar, biz bugün ilk müasir inkişaf ictimai birliyi olaraq Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan Türk Dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək layihəsi çərçivəsində ilk müsahibəmizi başa çatdırıq. Bir daha xatırladım ki, müsahibəmiz Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev idi. Siz isə bizi izləməyə davam edin ki, növbəti müsahibə və müzakirələrimizdən xəbərdar olasınız. Sağ olun, salamat qalın.